Sahibkar keçmişdə qazandığı rəqəmləri bu gün də axtarırsa, o keçmişdəki rahatlığından ötürüdür. O bugünkü riskləri düşünmədən həyat eləyib əslində. O yüzden keçmişdəki ən böyük xəta rahatlıqdır. Qazancın rahatlığı, rəqabətin artdığı dönemdə qazancın azlığını diqqətə almamaq onları çox böyük problemə sevk edib. Hətta bununla ilgili Türklərin yaxşı bir sözü var. Deyir ki, işlər yaxşı olanda diqqətli olmaq lazımdır. İşlər pis olanda moralli olmaq lazımdır. İşler bizim o dönemlerde risk çok olduğu için ve satış ve kazanç çok olduğu için sahipkarlar bunun her zaman devam edeceğini düşünüblər. Ama mevcut iş yaxşı getmədiyindən ötürü ve bunu daha da yaxşılaştırmaq yerine yan işlerden de kazanç elde ettiklərindən ötürü şirketi sistemləşdirməyiblər, diqqətli olmayıblar, çok müflis, çok ciddi anlamda pul xərcləyiblər, inanılmaz şovlara giriblər ve bu dəqiqə o pulun 10%'ni axtarırlar yani.